Qarşıdan Məbəs günü gəlir. Məbəs Rəcəb ayının 27-sinə təsadüf edir. Məbəs çox böyük bir bayramdır. Çox mühüm bir gündür. İslam dininin doğulduğu gün deyə bilərik. Dinin mövludu deyə bilərik. Peyğəmbərə ilk vəhyin nazil olduğu gündür Məbəs günü. Peyğəmbərimizə dinin gəldiyi gün, Quranın nazil olduğu gündür. Çox mühüm bir gündür. Və indidən nəzərinizə çatdırıram ki, həmin günün, yəni Rəcəb ayının 27-sinin, o günün mühüm əməlləri var, ibadətləri var. Həmin gün qusl almaq müstəhəbdir. Səhər vaxtı qusl almaq, bayram günü. Bundan əlavə, həmin gün oruç tutmağı çox təkid ediblər. Məbəs gününün orucunun savabı 70 ilin orucuna bərabərdir. Ona görə xahiş eləyərdim ki, mənim xahişimə ehtiyac yoxdur, amma imkan olanlar mütləq əldən verməsin. Həmin günü oruç tutsunlar. Qəzası olanlar qəza niyyəti ilə, kimin qəzası yoxdursa müstəhəb oruc kimi, həmin günün orucunu tutsunlar. Həmin gün Peyğəmbər və Həzrət Əlinin ziyarətləri var. Ziyarətnamələri oxunsa yaxşıdır, kitablarda qeyd olunur. Ondan əlavə həmin gün çoxlu salavat demək tövsiyə olunur və bir sıra başqa əməllər var ki, kitablarda özünüz tapa bilərsiniz. Həm gecəsində əməllər var, ibadətlərini çalışın ki, gücünüz çatan qədər yerinə yetirin, xüsusən orucunu tutsaz çox yaxşı olar. Təbrik edirəm bütün müsəlmanları, bu cümə günü məsciddə toplaşan